Biz səni qardaşınla qüvvətləndirəcəyik, ikinizə də dəlil verəcəyik. Onlar sizə heç bir pislik toxundura bilməyəcəklər. Möcüzələrimiz sayəsində siz və sizə tabe olanlar mütləq qalib gələcəksiniz. Musa onların yanına açıq aydın dəlillərimizlə gəldikdə onlar, bu ancaq uydurulmuş bir sehirdir. Biz ulu babalarımızdan belə bir şey eşitməmişik dedilər. Musa dedi, Rəbbim öz tərəfindən kimin doğru yolu göstərən rəhbər gətirdiyini və axirət yurdunun kimə nəsib olacağını daha yaxşı bilir. Şübhəsiz ki, zalimlar nicat tapmazlar. Firon dedi, ey əyyanlar, mən sizin üçün özümdən başqa bir məbud tanımıram. Ey Haman, mənim üçün palçığın üzərində od qala və bir qüllə düzəlt ki, Musanın məbudunun yanına qalxım. Mən həqiqətən də onu yalançılardan hesab edirəm. Firon və onun əskərləri yer üzündə haqsız yerə təkəbbür göstərdilər və elə güman etdilər ki, hüzurumuza qaytarılmayacaqlar. Biz də onu və onun əskərlərini tutub dənizə atdıq. Bax, gör zalimların aqibəti necə oldu. Biz onları oda çağıran rəhbərlər etdik. Qiyamət günü onlara kömək edilməyəcəkdir. Bu dünyada onları lənətə düçar etdik. Qiyamət günü isə onlar Allahın rəhmətindən qovulmuş kimsələrdən olacaqlar. Biz əvvəlki nəsilləri məhv etdikdən sonra Musaya insanlar üçün açıq aydın dəlillər, doğru yol göstəricisi və rəhmət olaraq kitab verdik ki, bəlkə düşünüb ibrət alsınlar. Biz Musaya əmri yerinə yetirməyi tapşırdıqda, sən dağın qərb tərəfində deyildin. Sən buna şahid olanlardan da deyildin. Lakin biz Musadan sonra neçə-neçə nəsillər yaratdıq və onlar uzun ömür sürdülər. Sən Mədiyən sakinləri arasında olub, ayələrimizi onlara oxumurdun. Lakin elçiləri biz göndəririk.